İki tane kadını başlıyor. Neden her şeyi yapıyorlar? Neden aradım? Neden her şeyi yapıyorlar? Bugün bizim qəhrəman zabitimiz Azərbaycan hərf tarixinin və hərf təsirinin yetişdirilməsi, eləcə də Sevda xanımın özünün öz tərbiyəsi ilə, öz əqidəsi ilə mən Samiri canlı görməsəm də Samirin fəth etdiyi o zirvələri görmüşəm. Samir sadəcə olaraq sizin xüsusiyyətlərini, sizin xarakterin, sizin düzgünlüyünüzün, dürüstlüyünüzün. Mən hələ bir dəfə də bu 6 ildə sizdən bir yalan söz eşitmədim. Elə bir sizdən bir qeybət eşitmədim. Kimin haqqında mənfi fikir eşitmədim. İnsanlar anlamır. Onlar nəsə danışdıqca mən onlar haqqında fikir formalaşır məndə. Amma o fikir elə formalaşmır ki, o məndən gedəcək qəbirə, getməyəcək. O fikirlər hamısı zamanı gələndə aşkarlanacaq. Kim necə bu 6 ildə, 10 ildə, nə qədər müddət olacaq, öz şəhidinə və insanlar o şəhidə necə dəyər verib, o mütləq şəkildə mənim bir insanı borcumu da edeyim. Və siz, yenə qayıdıram sizə, sizin bir qadın ləyaqəti, bir ana şəxsiyyəti, bütün bu xüsusiyyətləriniz Samir qəhrəmanlıq formasında fiziki olaraq düşmənin üzərinə daşıdı. Və Samirin digər şəhidlərimizdə olduğu kimi də və digər şəhidlərimizdən və ümumi insan bəşərlərdən fərqi olaraq siz özünüz qeyd edərsiniz. Samir getdiyi yolu bilirdi. Samir getdiyi yolu yazırdı. Samir getdiyi yolu izini qoyurdu, buraxırdı. Samiri yaxşı tanımaq üçün onun gündəliyini oxumaq lazımdır. Mən onu başdan ayağa oxumuşam. Əfsuslar olsun ki, bugün kitab yazanlar ancaq öz şeirlərini o kitablara yazırlar. Şəhiddən heç nə yazmırlar. Amma bir insan, bir zabit leytenant rütbəsini alıb
Əgər gedəcəyi hesab yeri şəhidlər xiyabanıdırsa ki, mən bu gün rütbəmi aldım və mən bu gün şəhidlər xiyabanına gedib onların qarşısında söz verirəm. Onun keçdiyi bir yoldur. Bu hiss mən yaşamışam, bilirəm. Mən də leytenant alanda, amma mən gəlin kortejini şəhidlər xiyabanına sürdürmüşəm və düşmüşəm orada. Demişəm ki, buradan geri qayıda bilərsən, yəni bizim yolumuz o tərəfdir. Sən dul da qala bilərsən, sən şikəst bir kişinin də yoldaşı ola bilərsən. O mən yaşamışam. O Samir oraya niyə getdiyini mən bilirəm. Ona görə Samir ruhan mənə yaxındır. Samir döyüş zabiti olaraq zəkasını döyüşə tətbiq etdiyi üçün mənə yaxındır. Ağılla döyüşmək, zəka ilə döyüşmək, əsgərlərinin önündə fədakarcasına getmək və ən başlıcası dövlətinə, Ali Baş Komandana sədaqəti onun ən yüksək zabit keyfiyyətlərindən biridir. Amma Sevda xanım, bu iş belədir ki, biri təmkinli olanda biri də ağlayır. O da normal haldır ki, Cəmilə ana onu qəbullana bilmir. Onun da xarakterlədir, emosionaldır. Amma bilirsən ki, o da sənin kimi güclü bir insandır. O da səninlə bu yolu addımlayıb və onun da hissləri mənə ona görə doğmadı ki, mən leytenant tüfəsi alanda diplomun arasında ilk pulu mənim nənəm. Və mən o 10 manatı saxlamışam və nənəm dünyasını dəyişəndə nənəmi də qəbrə qoyan mən oldum. Bugün Cəmilə ana istəyərdi ki, Samir qoca vaxtı onun yanında olsun. Ona görə o duyğu da mənə yaxındır. İnsan Allah mənə elə bir həyat yaşadıb ki, hər kəsin duyğusunu qismən də olsa hiss eləmiş. Bu qədər. Bura quş qanadı ilə gəlmişəm, uça-uça gəlmişəm, sevinə-sevinə gəlmişəm ki, belə bir insanı ziyarət edirəm. Və cənab başçımız Adil Əliyevin adından, Suraxanı İctimaiyyəti adından, hal-hazırda Fuad müəllim mənə də dedi ki, mənim adımdan da ailəyə dərin üzünə baş sağlığı versin, ailə ilə yaxın təmasdadır və cənab başçımız da Samirin döyüş yolunu bilir, hörmətlə yanaşır. Yolda Şahiq müəllim də mənə zəng elədi ki, mənim də adımdan baş sağlığı. Hamımız bir rayon olaraq sizin yanınızdayıq. Mən düşünürəm ki, Allah bizə sağlığı nəsib etsin. Ən azı özümüzə görə yox, bu şəhidlərə görə bizə sağlıq nəsib etsin ki, biz o ziyarətləri eləyək. Həqiqətən də qarşınızda başım aşağıdır. Demirəm baş əyirəm, amma hər zaman mənim sizin qarşınızda başım aşağıdır. Çox gözəl insanın keyfiyyətlərinizi görür. Mən sizin ailəmdən belə desəndə vurğunuyam. Özü bilirsiniz ki, ailəmlə də sizin evi ziyarət eləmişəm. Bu hər yerə mən getmirəm elə. Amma siz mənə nə qədər doğma olduğunuzu insanlar başa düşsün, ona görə də onu misal çəkdim. Bir daha cənab başçımızın adından sizə dərin üzündə baş sağlığı verirəm. Onların özü bütöv gəlmədi, cəsədinin yarısı gəldi, yarısı torpağa qarışdı. İndi Qarabağ torpağında yenidən qurma işləri tikilir, yaradılır, olsun. Olsun, elə də olmalı. Amma onlar bilməlidirlər ki, Qarabağın torpağının hər qarşında bizim balalarımızın qanı var. Hər qarşı o şəhid balalarımızın torpağı ilə yoğrulub. O torpaqlarda ehtiyatla gəzmək lazımdır. Onlar Azərbaycan torpağının bütövlüyünü təmin etdilər. Samir əskərlərin qorumağına görə əskərlərlə deyib ki, kənara çəkilin, qumbaralarınızı verin mənə. Uşaqların qumbaralarını alıb Samir keçib neytral zonaya. Neytral zonada tək başına düşmənin tankın və sağ qalan qoşunlarını geri çəkməyə məcbur edib. Bu sözləri mən özümdən demirəm. Bu sözləri Samirin xidmət etdiyi hərbi xidmətdən komandiri evə arayış göndərmiş ki, baxın, sizin övladınız bu qəhrəmanlığı eləyib. Bəli, burada yatan bütün şəhidlər qəhrəmandır, hamısı qəhrəmandır. Çünki bunlar hamısı vətən yolunda, torpaq uğrunda şəhid olublar. Bu balaları heç vaxt unutmaq olmaz. 44 gün ərzində torpağa düşmənin əsarətinə xilas eləsin. Bizim balalarımız, bizim tərbiyə verdiyimiz balalar o torpağı xilas elədi.
Allah qazilərimizə can sağlığı, şəhid balalarımıza rəhmət, cənnət qoxulu balalarımızı, rahat yatın, gözəl balalarım. Bizlər sizi unutmayacaq. Bizlər heç vaxt sizi unutmayacaq. Yaşasın Azərbaycan. Əminə xanım, Sevda xanım, Allah Samirin ruhunu şad eləsin, Allah sizlərə səbir versin. Əlbəttə, indi siz geniş söylədiniz qəhrəmanlarımızın etdikləri haqqında. Əlbəttə, onların etdikləri danılmazdır, onlar da tarix yazdılar. Hər birimizin başını uca elədilər. Həm millət olaraq hər birimiz qürurlu gəzirik. Halbuki o unutqanlıq məsələsinə mən inanmıram ki, biz şəhidlərimizi unuda bilək, onların qəhrəmanlıqlarını unuda bilək. Çünki bu 6 il ərzində hər zaman hər kəs özünə cavab verdi. İndi ola bilər insanlar biraz yay fəsli ilə bağlı, biraz istirahətdə olarlar gələ. Amma biz hər zaman çalışmışıq ki, doğma şəhidlərimizin yanında olar, ailələrinin yanında olar. Onları unuda bilmərik. Yəni o nə olur olsun, nə qədər vaxt keçmiş olsa da onlar bizim üçün, onların xatirəsi əzizdir. Çünki onlar elə bir iz buraxıb gedirlər ki, nəinki bizlər, hətta bizdən sonra gələn nəsillər də onları hər zaman yaşadacaqlar. Necə ki, yaşayırlar, onlar bizimlədir, sadəcə cismani olaraq bizimlə bərabər deyirlər, amma onlar bütün Azərbaycandadırlar. Bizim borcumuzdur. Həm məmur olaraq, həm vətəndaş olaraq gəlib şəhidlərimizi ziyarət edək. Çünki şəhidlərimizin bizlərə qoyduğu əmanət misilsiz. Biz onlara göz bebeğimiz çox qorunur. Artıq 6-cı ildə biz sizlərlə bir yerdeyiz. Sizlər bizlər üçün doğan bir insanlarsınız. Mən hər bir bilirəm ki, şəhid arası qapısını döyəndə mən heç vaxtı sıxılmıram, çəkinmirəm. Çünki öz evim kimi o qapısını döyürəm, o evə gedirəm. Şəhid anaları bir çoxları məni yaxşı tanırlar. Ürəyim istər nəysə olanda deyirəm ki, məsələsini tanıyam. Ben falan şey istəyirəm, yeməkdir, gözüm istəyir. Yəni o dərəcədə mən belə deyim də yaxın etdim şəhidlərimə və çalışdığım qədər bildiyiniz ki, mənim özüm də yarıcanlıyam, baxmayaraq belə dişli almışam, amma Allah razı olsun. Amma yəni çalışdığım qədər, inşallah ki, ömrüm yetdiyi qədər çalışacağım ki, şəhidlərin mənim tədbirlərindən, məlumatlarına iştirak edir. Yəni mən burada işlədiyim vaxtı, qeyri işlərin vaxtı mən aprel döyüşlərindən sonra bütün demək olar ki, şəhidlərin tədbirlərini iştirak etmişəm və çalışdığım qədər yolunu edəcəm. Hörmətli Gülər mənim gözəl çıxış elədəcək bizdən Müzəffər Ali Başkomandanımız İlham Əliyev, birinci vice-prezidentimiz Qeyriman xanım Əliyeva və hər ikisi də necə lazımdır diqqətləri göstərir və yerli məmurlara tapşırıqlarını verir. Buna da qanun çərçivəsində bəzən qanunu pozaraq köməklər edirlər. Amma yəni yenə də incimək lazımdır, küsmək lazımdır. Elmə məni vurğuladı, hər şeyin vaxtı var, zamanı var və hər şey öz həllini tapacaq. Və gəlməklə deyil, od olmayan yerdə üstü çıxmır. Samirin elədikləri realdır ki, onlar sizlərə gəlib çatır. Yəni burada əfsanədir, burada yalandır, hər şey gerçəkdir, hər şey belə deyil, düzgün bir qaydada çatdırılır. İnşallah ki, gələcəkdə əlbəttə biz göndərmişik Nazirlər Kabinetində bir Samirin adı məktəb verilməsi üçün. Amma hər şeyin vaxtı var. Allah şeylər öz həllini tapacaq. İnşallah. Ben bir daha sizlərə Allahdan səbir diləyirəm. Bax, deyirəm bir şəhər əsasılar Elnur müəllim. Bir, səbir sözü özü əzab, əziyyət deməkdir. Çünki sən bu əziyyət çəkirsən və Allahdan səbir edirsən ki, mənə təskinlik verir. Öyle bir kişidir. Yəni, Samir də yeganə oğul idi. Yəni, nəsli davamçısı yoxdur artıq. Amma yenə də
Yenə deyirəm, yəni vicdanlı, qeyrətli, namuslu, özünü tanıyan, özünü bilən hər bir Azərbaycan övladı, Azərbaycan oğlu sizlərin yanındadır. Yəni, buna görə vurğuladım ki, yəni millət arasında bəzi naxələflər də çıxır, amma az bir sahədə. Yəni bizim millət müharibənin gedişatına gördük, başlayanda əlinə silah alıb döyüşən əsgərlərimiz bir yerdə, masa arxasında siyasi döyüş aparan Müzəffər Ali Başqalanlarımız, xalqımızın arxa cəbhədə duran analar, bacılar, nələr eləyirdi bizim ordumuz. Yəni onu görən buyurun bu. Tabii. Bizim borcumuzdur, bizim boyun borcumuzu, boynumuza bir haktır. Boynumuza bir haktır. Bakın. Yani bu bazı bir məsələ, çox şəhidlərimizin var, hatırlayar, ailənin yanında olar. Ola bilər kimsə də vaxt bilməyib, kimsə də unudub. Yəni unutmaq o deməkdir ki, sadəcə tarix olaraq ola bilər ki, unutqanlıq olar. Yenə də haqqınızı ala verin. Valla siz şəhidlərin əmanətlərisiniz, sizlərin böyük bir haqqınız var. Bizə və sizdən istəyiniz olsa haqqınızı ala verin. Allah məqamlarınızı elə. Sağ olun. Saat 11. Eğer kimsə əlavə nəsə fikri sözü varsa, hələ 5 dəqiqəniz varsa, buyurun. Hər ikilərimizə hakim. Bu məsələ həll olsun. Təbii ki, biz də mətbuat olaraq, media olaraq məsələni zaman gündəmdə saxlamışıq, bundan sonra saxlayacaq. Mən Balənin yaxından tanıdığım, Baləyə sizin belirtdiyiniz kimi burada müşəkkil olduğu adam ki, bunun bir də istəyi var. Adın xəbərləşməsi, bəlkə bunların gəldiğini hadisə bir səfər. Ona görə də mən buna bir müraciət edirəm bu məsələ. Təkcə Samirlə bağlı edir. Bizim o adı ki, əvəzləşməli olan şəhərlərimizin o yerlər ki, vardı, boş qalıb, onlar əvəzləşməlidir. Allah bir daha Samirə rəhmət eləsin, Samirə tüm Samirə tüm şəhərlərimizə rəhmət eləsin. Mən də nazirət tabletinə bu müraciət edirəm. 6 ildir mən nazirət tabletinə. Elə bir doktora getməyim, elə bir doktora müraciət etməyim. Şəhid Samir Əliyev adını Cənab Nazir, Cənab Prezidentimizdən xahiş edirəm. Uşağımızın yeganə uşağımız, atası yox, bacısı, qardaşı yox, bir ana, bir baba, bir də xahiş edirəm. Samirin